Selamünaleyküm, vaxtınız xeyir. Bax, indi bu Mundar oğlu Mundar, fahişənin belindən gələnin. Bu çox baxıram, ara bir göndərirlər uşaqlar, reaksiya vermirəm. Fikir verin, bax nə danışır bu. Niye? Arzumu niye? Arzumu niye? Plastinkasan. Ev dustaqlarına bırak. Aha. Ha niye ev dustaqlarına bırak? Bir yolu bırakardın da. Bu da bu Madibaldoğlu siyasi adamlar da mı ki yerine bir skandal bağlayıp ev dustaqlarına bırakasın? Bu Almanya'dan henüz gelmemişti. He, bak burada değiller. Baxın nə qədər alçaq, nə qədər beqiriyyət, nə qədər oğraşdı bu. Fahişənin belindən gələndi bu. Oturub xaricdə hakimiyyətə qarşı danışır, prezidentə qarşı danışır, millətə qarşı danışır. Milləti təhqir eləyir, dəfələrlə deyib qoyunsuz, filansuz, söyüb. Ağzından zibil tökülür. Bir kere mən görmədim ki, bu bir dənə videosunda söyüşsüz rəftar eləsin cəmaatla. Yaxşı, bu hadisədir. Qəzadır, yol hadisəsidir. Burada kefli yoxdur heç kim, narkotik qəbul edib düşən arxasına oturan yoxdur heç kim. Hadisədir də olub. Allahın işidir. Hakimiyyət baxıb 4 dənə uşağı var. O qədər cəmaat xahiş elədi. Yazdılar prezidentə, Mehriban xanıma üst tutdular. Güzəşt elədilər. Sənə burada nə girib çıxıraq, ay oğraşın balası, oğraş. Sən bana bir dənə siyasi rəng vermək istəyirsən. Hə? Gel varlama. Abi türmede basmak olmur arzuya. Ha, kadın türmesi o vakti Medet Kuruyev bastı şeye. Şemkin ise hakimiye naftan oğlunu öldüren neydi? Lamiye. Lamiye. Heç qulaq asmaq istəmirəm. Sənin elə bax, danışdığın, qəbiliyyətin, qanacağın, o aton oğraş sənə verən tərbiyə, o anın fahişə südü ilə sənə oğraşdığı verən, sən busan da. Sən də gördün bəyəm hakimiyyəti paslayanını söyləyən, ay oğraş. Mən uşaqlara göndərmişdi, sağ olsunlar, ara bir göndərirlər. Xeyli güldüm. Mənə deyir, prezident söz nə bilim, bir onu eləyəcəm, bunu eləyəcəm. Kül hökumətin başına ki, sənin kimi onun prezidenti yox, heç olmasa bir dənə deputatı olan Milli Məclisdə. O deputatlar var ha, onların dırnağı var ha hərəsinin. Sənin neslin olan dırnağına deyilməz. Neslimin öz söyləm, ona ki, söyləməli uğraşsan da. Bit ki, sənin qiriyyətin, namusun yoxdur. Sağ olun, bağışlayın dayı valla, qoca kişiyəm. Baxırsan, yan keçə bilmirsən. Bu faciədir də, cəmaatın balası ölüb. Bunu durub qoymusunuz meydana, səhər kimi uğraşlar, oyuncaq oynayırsınız. Vallahi billahi, tapılacaq, ədalət də tapılacaq, haqq da tapılacaq. Barışacaqlar da inşallah. Bunların düşmançılığı olmuyor ki əvvəldən. Süz qıraqla gəlib benzin tökməyin bu oda. Ay oğraşlar, ay fahişələrin balaları fahişə. Sağ olun.